Xoş gördük, hörmətli izləyicilər. Sizə aprelin 22-sinə olan hava haqqında məlumatı təqdim edirik. Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Lakin səhər yarımadanın bəzi ərazilərində qısa müddətli az çiskinli olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəzlənəcək. Temperatur gecə 10-13, gündüz 20-24 dərəcə isti müşahidə ediləcək. Rayonlarımızda hava əsasən yağmursuz keçəcək, lakin gecə və axşam bəzi yerlərdə arabir yağıntılı olacaq, şimşək çaxacaq. Ayrı-ayrı yerlərdə yağıntı qısa müddətə intensivləşəcək, dolu düşəcək. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq, mülayim şərq küləyi əsəcək. Temperatur gecə 9-12, gündüz 22-27, dağlarda gecə 0-5, gündüz 12-17 dərəcə isti təşkil edəcək. Belə dəyərli izləyicilər, hava məlumatını dinlədiniz. Görüşənədək.